Hər vaxtınız xeyir olsun, dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə çox möhtəşəm, şəxsi tikili həyət evini təqdim edirik. Dəyərli izləyicilər, gördüyünüz kimi evin xarici görünüşüdür. Evimiz şəxsi sahibindən satışa çıxıbdır. Yerləşmə yeri çox əlverişli bir ərazidə yerləşir. Dəyərli izləyicilər, evin xarici görünüşüdür. Qiymətin videonun sonunda sizin nəzərinizə çatdıracağım. Ən əsası odur, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. Kanalımıza abunə olun ki, dəyərli izləyicilər, hər bir yeni videolardan xəbərdar olasınız. Gördüyünüz kimi belə bir möhtəşəm xarici görünüşə malikdir. 6 otaqlı şəxsi tikili həyət evidir. Ümumi 8 sot yarım torpaqda tikilib, dəyərli izləyicilər. Və buradan deməli həyətinin giriş hissəsidir. Burada belə bir naves yığılıb və qarşı tərəfdə qarajdır. Birbaşa qarajdan həyətə daxil olursan, gördüyünüz kimi maşına keçib həyətə daxil olursan, dəyərli izləyicilər. Və həyət çox gözəl, geniş, həyət yanı sahəsi var. Həyətində hər cür bar verən meyvə ağacları var. Gördüyünüz kimi həqiqətən çox möhtəşəm bir evdir, dəyərli izləyicilər. Və birbaşa evə daxil olmaq üçün burada Daraşqa yol nəzərdə tutulubdur. Həqiqətən çox möhtəşəm bir evdir. Hər kəsə qismətdir, Allah xeyrin versin. Yerləşmə yeri marşrutu, məktəbin, bağçanın yaxınlığındadır, hörmətli izləyicilər. Və xarici görünüşündə yaxından sizə təqdim edirəm belə bir gözəl, möhtəşəm həyət evidir. Evin dörd bir tərəfinə rahat şəkildə keçirsən, deməli, hər bir tərəfdən 3 metr məsafə saxlanılıb, hörmətli izləyicilər. Arxa hissəsində də 3 metr məsafədir və növbəti bir yan hissəsində də 3 metr məsafə saxlanılıbdır. Həqiqətən çox möhtəşəm bir evdir. Hər kəsə qismətdir, Allah xeyrin versin. Və burada da gördüyünüz kimi yenə də 3 metrdə bu hissədən saxlanılıb, zirzəminin giriş hissəsidir. Arxa hissəsində də deməli izolyasiya olunmuş içməli su baseynidir. Dəyərli izləyicilər, filtrdən birbaşa evə keçir. 3 metr məsafədə orada saxlanılıbdır. Burada da yenə zirzəminin giriş hissəsidir. Evimiz kürsüdən sonra da monolit betondur, hörmətli izləyicilər, və mərtəbə arası da monolit betondur. Gördüyünüz kimi giriş pləkan mərmər daşla üzənilibdir. Yerləşmə ərazisi çox gözəl bir ərazidədir. Düz deməli marşrut yolunun 20 metr məsafəsində yerləşir, hörmətli izləyicilər. Gördüyünüz kimi giriş dəhlizə. Dəhlizin deməli giriş hissəsi çox gözəl, genişdir. 2-ci mərtəbəyə qalxan pləkandır. Girişin sağ hissəsində burada hörmətli izləyicilər qonaq otağımız yerləşir. Gördüyünüz kimi həqiqətən çox gözəl, işıqlı belə bir qonaq otağı var. Evin içərisində də bəzi əşyalar qalacaq. Baxın, belə bir gözəl qonaq otağıdır. Burada qarşı tərəfdə divarda tvistin sünger yığılıb, polun döşəməsi parketlə üzlənilibdir və tavan hissəsidir. Qonaq otağı 55 kvadrata yaxındır, dəyərli izləyicilər. Və burada birinci mərtəbəyə məxsus yataq otağıdır. Burada gördüyünüz kimi birinci mərtəbənin hamam otağıdır və girişin sol hissəsində ən əsası bizim mətbəximizdir. Gördüyünüz kimi belə bir gözəl işıqlı mətbəxi var. Mətbəxin də ölçüsü, kvadratı böyükdür. Çox deməli geniş bir evdir, dəyərli izləyicilər, və pləkanın yan hissəsində də belə bir boşluqdur. İstəsəz burada da nəsə yığıb istifadə edə bilərsiniz. Bu birinci mərtəbənin hamam otağıdır. Döşəmə istipoldur. Bu isə növbəti bir yataq otağıdır. Birinci mərtəbəyə məxsus tavan hissəsidir. Və hörmətli izləyicilər, keçək. İndi qalxaq, ikinci mərtəbə ilə də tanış olaq. Gördüyünüz kimi ikinci mərtəbəmizdə həqiqətən çox gözəl, səliqəli bir həyət evidir. İkinci mərtəbənin xol hissəsidir bura. İkinci mərtəbədə deməli 4 yataq otağı, bir dəhlizdə hamam otağıdır və otağın içərisində də hamam otağı var. Videonun irəliləyən dəqiqələrində sizə təqdim edəcəm. Bu isə bir yataq otağımızdır. Və növbəti yataq otağı da buradadır, hörmətli izləyicilər. Gördüyünüz kimi otaqların ölçüləri kifayət qədər genişdir və burada da otağın içərisində qardirobudur. Növbəti bir yataq otağımız da buradadır. Evin yerləşdiyi ərazi çox hündür, gözəl bir ərazidə yerləşir. Hazırda, dəyərli izləyicilər, deməli, dövlət yol polisinin əsas magistral yolundan qarşı tərəfə gedib sağ hissəsində yerləşir. Masazır qəsəbəsinə aid ərazidir. Və burada da, dəyərli izləyicilər, növbəti bir yataq otağımızdır. Otağın içərisində hamam otağıdır və
Qarşı tərəfdə burada da qardirobudur. Gördüyünüz kimi otağın içərisində növbəti bir hamam otağı buradadır və burada da qardirobdur. Qiymət 290.000 manatdır. Evin içərisində bəzi əşyalar qalacaq. Real alıcıya da qiymətdə endirim olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.